Diqqət ekrana, deməli, belə bir sorğu keçirdik. Əgər xaricdən təkcə Əliyev ailəsini hədəf alan bir raket atılsa və beləcə Əliyev hakimiyyəti devrilsə və xalq ayağa qalxıb öz hakimiyyətini qursa, buna sevinərsiniz, yoxsa kədərlənərsiniz? Nəticəyə baxın, 6200 nəfər, sonunda bu günləri baxıram, 6200 nəfər sorğuda iştirak edir, onların 86%-ı deyir ki, sevinərik. Yəni, bu göstəricidir. Mən videoda dedim ki, bunu hətta ASTV özünün YouTube kanalında belə bir sorğu keçirsə, hətta Mir Şahin özünün YouTube kanalında belə sorğu keçirsə, orada da eyni cavab olar. Əgər onlar bu şəkildə sorğu keçirsə və nəticəsi belə olmasa, mən Azad Söz kanalını bağlayıb bir dəfəlikdə çıxıb gedərəm. Yəni, əminəm özümə ki, xalq onların kanallarında da eyni cavabı verə bilər. Yəni, papağını Əliyev qabağına qoymalıdır ki, yəni, millət onu hətta xaricdən bir təsir nəticəsində devrilməsinə belə razıdır. O, Venezuelada gəldilər, prezidentin arvadını başına torba keçirir və uğradıları Venezuela xalqı bayram edirdi. Təsəvvür edirsiniz? Azərbaycandan da elə şey ola bilər. Burada söhbət İrandan raket atılmasından getmir bu sorğuda. Həmçinin İsrail də raket ata bilər səhərsi gün deyəcək ki, sən mənlə oyun oynuyordun sən. Səhərsi gün Rusiya oradan raket ata bilər. Amma vətəndaş əziyyət çəkməsin, vətəndaşın başına düşməsin. Amma vətəndaş vecinə deyil ki, İlhamın başına bu raket düşsə, nə olacaqdır?